Arzuladığımız, sevindiyimiz, sevildiyimiz, xəyal etdiyimiz anlarda göylər olur mehmanımız. Əlimizi göylərə açır, göylərdən aman diləyirik. Bu dəfə isə göy üzü soyuq bir boşluq kimi üzərimizə çöktü. Səma özü də qəmləndi. Sanki dünya ilə birlikdə öz işığını, ümidini də itirdi. Yerlərə müthiş bir səda yayıldı. ...1991-ci ilin avqustun 8-də Kəlbəcərin Susuzluq kəndində anadan olan hökumənin yolu kiçik bir obadan başlasa da səyahəti sərhədləri göylərə aşdı. Məktəb illərindən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alana qədər arzularının arxasınca getdi. 2016-cı ildə Azərbaycan Hava Yollarının üzvü olaraq tezliklə ekipajın etibarlı və sevimlisinə çevrildi. Nə biləydi ki, səmaya açılan arzuları bir göz qırpımında ilə səmada da bitəcək. 25 dekabr 2024-cü il. Məhz həmin gün təyyarənin qəzaya uğraması nəticəsində hökümə və onun 2 pilot həmkarı da daxil olmaqla 38 nəfər həlak oldu. Gənc bələdçi təhlükəni duyduğu andan təlaş keçirən sərnişinlərə dayaq, öz həyatının təhlükəsini hiss etsə də başqalarına təsəlli oldu. Darda olan insanlara xilaskar, qorxuya, zülmətə qarşı hakim oldu, elə hökümə kimi. 15 mindən çox uçuş saatı olan pilot kapitan Kışnyakin aviasiya sahəsində xüsusi nüfuza malik idi. İkinci pilot Kalyaninov gənc olsa da qeyri-mümkün bir anda həmkarı ilə çiyin-çiyinə dayandı. Birlikdə təyyarəni idarə etmək üçün səylə çalışdılar. Qazaxıstanın Aktau şəhərinə yaxınlaşarkən pilotlar zədələnmiş təyyarəni nəzarət altına almaq və təcili eniş etmək üçün son nəfəslərinə dək mübarizə apardılar. Onlar özlərini fəda edərək 29 sərnişinin həyatını xilas etdilər. Azərbaycanın milli qəhrəmanları Hökümə Əliyeva, İqor Kışnyakin və Aleksandr Kalyaninov. Onlar dekabrın 25-də son uçuşlarını həyata keçirsələr də qəhrəmanlıqları ilə adlarını tarixə qızıl hərflərlə yazdılar. Bir də ölümlərindən sonra ölümsüzlük şüarı ilə əbədilik qazandılar. Hər şey mütləq yaxşı olacaq. Hamı kəmərlərini bağlasın. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. Könül Rəhim, Səhər çağı.